Əziz abituriyentlər, deməli bu günləri mən sizə Azərbaycan erkən orta əsrlərdə sosial, iqtisadi və mədəni həyatının video izahını verəcəm. Başlayaq. Deməli, o dövrdə şəhərlərin quruluşuna görə iki cür olurdu. Yəni, içəri şəhər və bayır şəhər adlanırdı. Biz şəhərlərdən danışdıqda ilk əvvəl Bərdə şəhərindən danışaq ki, Bərdəni bu yerlərin Bağdad adlandırırdılar. Bərdədə məşhur Çürkü bazarı yerləşirdi. Bərdəni Aranın anası adlandırırdılar. Ərəb Əmirliyinin mərkəzi idi. Bir də şimalla ticarətdə tranzit mərkəzi idi. Dərbənd şəhəri isə başlıca birinci liman şəhəri idi və Dərbətdə kanalizasiya sistemi də var idi. Bakı isə nefti ilə məşhur idi, ikinci liman şəhəri idi. Gəncə 859-cu ildə Məziyyədlərin iqamətgahı idi. İslam dünyası ilə Xristian dünyası arasında strateji qala idi. Təbriz şəhəri ilk dəfə, yəni paytaxt olub Rəvvadilər dövlətinin dövründə və Təbriz şəhərini saf qızıla bənzədirdilər. Həmçinin Bağdaddan üstün hesab olunurdu Təbriz. Bu yerlərin Bağdad adlandırıldı dedik Bərdə, amma Bağdaddan üstün şəhər Təbriz şəhəri idi. Tiflis şəhərində suyu odsuz qızdırılan hamamlar var idi. Aranın üç böyük şəhəri var idi ki, bu birinci yerdə Dərbənd, ikinci yerdə Tiflis, üçüncü yerdə isə Bərdə şəhəri idi. Deməli, Səlcuq canişinliyinin mərkəzi Beyləqan və Gəncə şəhərləri idi. Biz bu dövrdə 19-11-ci əsrlərdə əsasən kəndlərdən danışanda deyəcəyik ki, Ulucular və Azad kəndlər var idi ki, Ulucular aslı kəndləri idi, Azadlar da adından göründüyü kimi Azad kəndləri idi. Ulucular əsasən düzən ərazilərdə, Azadlar isə dağlıq, dağətəyi ərazilərdə yaşayırdılar. Amma bu o demək deyil ki, ancaq düzən ərazidə yaşayanlar Ulucular idi. Ulucular yəni düzən ərazidə yaşayırlar, daha rahat belə deyək də aslı vəziyyətdə salınacaq ərazidə yaşayırdılar və buna görə də aslı vəziyyətə düşürdülər. Biz o dövrdə deməli iki torpaqdan danışacağıq. İlcə, yəni hamı torpaqları, bir də xalisə torpaqları idi. 8-ci əsrdə ən geniş torpaqlar divan torpaqları idi, yəni dövlətə məxsus olan torpaqlar. 9-11-ci əsrlərdə isə mülk torpaqları idi. Burada qəbalə görəcəksiniz ki, qəbalə vergiləri toplanması üçün alınan icazə kağızı idi. Memarlıqdan danışdıqda, yəni ümumilikdə erkən orta əsrlər dedikdə, erkən orta əsrlər memarlıq abidələri soruşursa, biz deməli 3-11-ci əsri götürəcəyik. Amma biz erkən orta əsr memarlığında 3 qrupa bölürük. Yəni Alban memarlığı 3-7-ci əsr, Ərəb memarlığı 7-8-ci əsr, bir də 9-11-ci əsr memarlığı bölürük. Amma ümumilikdə sizdən testdə soruşsa ki, erkən orta əsr memarlığı, onda hamısını götürə bilərsiniz. Amma 3-7-ci əsr Alban memarlığı deyirsə, biz bunları qruplaşdırmalıyıq. Yəni, daha rahat yadda saxlamaq üçün sədləri bir, məbədləri bir, qalaları bir qruplaşdırsaq, daha rahat yadda qalar. Siz kitabdan daha belə də qruplaşdırıb özü üçün öyrənə bilərsiniz rahat şəkildə. Sədlər deyəndə, məsəl üçün, Dərbənd, Samur, Şirvan sədləri, məbədlər, Ləşkir məbədi, Qum məbədi, Ağoğlan məbədi, Çiş məbədi, Göyməliklər məbədini, qalalardan Torpaq qala, Narın qala, Çıraq qala, Çarabkent qalası, Covur qala və s. kimi bu şəkildə qruplaşdıra bilərsiniz. Ərəblərin dövründə memarlıq abidələri soruşursa, 7-8-ci əsrdə Bərdədə Tərtər çayı üzərində körpü, Şamaxıda Cümə məscidi, Tiflisdə isə hamam kompleksini qeyd edəcəksiniz. 9-11-ci əsrlərdə Lerikdə Oğlan qala, Naxçıvanda Əlincə qalası, Şamaxıda Sündü məscidi, Cəbrayılda isə Xudafərin körpüsünü seçə bilərsiniz. Daha sonra memarlığın inkişaf mərkəzi Bərdə şəhəri idi, çünki Bərdə o zaman ərəblərin mərkəzi idi. Belə, erkən orta əsrlər Azərbaycanın sosial, iqtisadi və mədəni həyatı ilə bağlı mövzu izahımız əsas məqamları sizlərə izah etdim.